Salamlar, vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə izahlarımız ədədi ortadan olacaq. Yəni bildiyimiz kimi bu suallar belə deyim, lisey və gimnaziyalarda imtahanda istifadə olunur. Həmçinin sınavlarda da qarşımıza çıxa bilər. İlk öncə onu başlayaq ki, ədədi orta nədir? Ədədi orta odur ki, ədədlərin cəminin sayına bölünməsi. Bu nə deməkdir? Gəlin testlərimizin izahatına baxaq və aydın başa düşək. Ədədi orta birinci sualımız. Deyir ki, 4, 7, 14, 3 verilmiş ədədlərin ədədi ortasını tapın. Baxın, 4, 7, 14, 3 bunların cəmini tapıram. Yəni, dedik ki, ədədi orta nədir? Cəminin sayına bölünməsi. Yəni, 14 üzərinə 7 gəlirəm, üzərinə 4 gəlirəm, üzərinə 3 gəlirəm. Hər birini toplayıram və bunları bölürəm bunların sayına, ədədlərin sayına. Neçə ədədim var? Baxın, 1, 2, 3, 4 dənə ədədim var. Və bunları da bölürəm 4-ə. Bunların cəmini tapdım. Etdi 28. 28 də 4-ə bölürəm, eləyir 7. Deməli, ədədi ortam neçə oldu? 7. E variantı 68-ci sualımız E variantı. Yəni, bu kitab Mühüm Tədris Mərkəzinin kitabıdır. Yəni, burada belə deyim, ardıcıllıqla verir. Bunun əvvəli 67 başqa mövzudur. 68-dən isə ədədi orta başlayır. Ona görə, yəni, birinci sualımız deyiləndə, yəni 68-dən başlayırıq. Deməli, nə edir ədədi orta? Cəminin sayına bölünməsi. Yəni, verilən ədədləri toplayıram və neçə ədəd var? Baxın, 1, 2, 3, 4. 4-ə bölürəm. Və bu da eləyir. Bunların cəmiyyəti 28. 28 də 4-ə bölürəm 7. Birinci sualda, yəni 68-ci sualda E variantı. İkinci sualımız, yəni 69-cu sualdır. 2003, 2005, 2007, 2009, 2011. Verilmiş ədədlərin ədəd ortasını tapın. Yenə qayda eynidir. Bunların hər birini neyniyirəm? Toplayıram. Hər birini toplayıram. Hər birini toplayıram. Yəni, üzərinə 2009 üzərinə gəlsin 2011. Bunu belə də yaza bilərik. Baxın, kəsirlə də yaza bilərik. Çünki biz 4-cü sinifdə artıq kəsir bilirik. Kəsirlə. Kəsir xətti nə deməkdir? Bölmə deməkdir. Yəni, bölürəm cəmi ədədlərin sayına. 1, 2, 3, 4, 5-ə. 5-ə bölürəm. Yəni, istəyir bu formada da yaza bilərik, bu formada da yaza bilərik. Yəni, bunu da həmçinin, baxın, kəsirlə də yaza bilərdik. Necə? Baxın, 4 üzərinə 7, üzərinə 14, üzərinə 3, bölünsün 4. Yəni, bu formada da yaza bilərik kəsirlə. Çünki bilirik də biz kəsir xətti bölmə deməkdir. Və bunların cəmini tapırıq. Deməli, bunları topladıq, elədir. Neçə eləyir? Deməli, surət eləyir 35. Deməli, eləyir neçə? Surəti belə yazaq da, buradan yazaq, qarışmasın. 10.035. Bunu da bölürəm 5-ə. Bunu da bölürəm 5-ə. Çünki 5 ədədim var ortada. Baxın, 1, 2, 3, 4, 5. Yəni, bunları topladım. Bu da eləyir 2007. Yəni, B variantı. İkinci bir yolumuz odur ki, ikinci bir bununla bağlı qayda odur ki, baxın, ədədlər görün neçə artır? 2, 2. Baxın, hər birinin üzərinə 2 gəliblər. 2003 üstə 2 gəlirəm 2005, 2005 üstə 2 gəlirəm 2007, 2007 üzərinə 2 gəlirəm 2009, 2009 üzərinə 2 gəlirəm 2011. Əgər ədədlər eyni qayda ilə davam edərsə, fərqi yoxdur. İstəyir 3 üstə davam edə bilər. Əgər eyni qayda ilə axıra qədər davam edərsə, 10 da davam edərsə, tək ədədlərdirsə, onda ortadakı ədəd həmişə ədədi orta olur. Baxın necə? Bu ikisi 1-dir. Bu ikisi də 1 ayrıldı. Qaldı ortada hansı oldu? 2007. Həqiqətən də görürsünüz, qaydamızda da 2007 alındı. Yəni, eyni şeydir, görürsünüz. Yəni, deməli, necə oldu qayda? Əgər ədədlər eyni qayda ilə davam edərsə, yəni, bunlar baxın, 2-2 artır. 2-2 artır, eyni qayda ilə davam edir və tək ədədlər varsa, deməli, bunlar ortada qalan ədəd həmişə, belə deyim, nə olur? Ədədi orta olur. Yəni, bunu özünüzdə tək ədədlər, ardıcıl tək ədədlər götürüb yoxlaya bilərsiniz. Yəni, eyni qayda ilə davam edən ədədlər götürüb yoxlaya bilərsiniz, belə deyək. Yəni, doğru variant 2007, B variantı. 70-ci sualımız. Ədədi ortasını tapın, yenə. 25-in üzərinə, baxın, 25-in üzərinə 29 gəlirəm, üzərinə 31 gəlirəm, üzərinə 37 gəlirəm, üzərinə 43 gəlirəm və bölürəm, yəni dediyim kimi kəsirlə də bölə bilərəm, bu qayda ilə də bölə bilərəm. Bölürəm 1, 2, 3, 4, 5-ə. Daha düzü 5 ədədim var. Yəni, cəminin sayına bölürəm. Eləyir neçə? 5. 165. 165-i də 5-ə bölürəm. Eləyir 33. Doğru variantımız A variantı.
71-ci sualımız nə deyir? 2 ardıcıl tək ədədin ədədi ortası 114-dür. Bu ədədlərdən ən kiçiyi neçə olar? 2 ardıcıl tək ədədin ədədi ortası 114-dürsə, ardıcıl tək ədədlər qaydası necə idi? Biri x-dir, digəri x üzərinə 2. Bu da eləyir 2x üzərinə 2 bölünsün 2. Niyə 2-yə bölürəm? Çünki 2 ardıcıl ədəd ortası deyir. 2 dənə ədəddir. Ona görə də biz dedik ki, cəminin sayına bölünməsi. 2 ədəd olduğu üçün 2-yə bölürəm və bunu da bərabər edirəm 114-ə. Bu da eləyir 2x üzərinə 2 bərabərdir. 114-ü 2-yə vururam. Eləyir 228. 2x bərabərdir. 228-dən 2-sini çıxıram. 226. 2x də bərabərdir. Bunu buna böldüm daha düzü. X də bərabərdir 113. 113. Bu ədədlərdən ən kiçiyi neçədir? Bu ədədlərin ən kiçiyi 113-dür. Ən böyüyün isə 115-dir. 115-dir. Həqiqətən də 113 ilə 115-i toplayıb 2-yə böləndə 114 alınır. Həqiqətən də yəni yoxlasaq, yəni görərik ki, toplayanda bu qayda alınır və biz digər qaydada belədir ki, 2 ardıcıl tək ədədin ədədi ortası 114-dür. Bu ədədlərin ən kiçiyi tapın. Bu ədədi ortası 114-dürsə, deməli bundan əvvəlki 113, sonrakı da neçədir? 115-dir. Və deməli həqiqətən 113-dür. Burada ən kiçiyini istədiyi üçün 113. Əgər ən böyüyünü istəsəydi, onda 115 olardı. Yəni doğru variantımız D variantı. Digər bir yolu budur ki, yəni tək ədədlər qaydası düsturu. Biri x-dir, digəri x üstə 2-dir. Bunları 2x daha düzü x üzərinə 2 bölürəm 2 eləyir, bərabər edirəm 114-ə. X bu da x eləyir 2x üzərinə 2 bərabərdir 114-ü 2-yə bölürəm. Eləyir 228. 2x də bərabərdir. 228-dən 2-sini çıxıram 226. X də bərabər 226-nı 2-yə bölürəm 113. Yəni kiçik ədədi isə 113. D variantı. 72-ci sualımız. Ruslan birinci gün 86 kiloqram, ikinci gün 112 kiloqram, üçüncü gün isə 108 kiloqram nar satdı. Ruslan bir gün orta hesabla neçə kiloqram nar satdı? Yenə eyni qayda. Ədədi ortasını istəyir. 86 üzərinə 112, üzərinə 108 gəlib. Bölürəm 3-ə. Çünki 3 ədəd var. Bölürəm 3-ə. Deməli, bunları toplayıb bölürəm 3-ə. Eləyir 1, 2, 6. 306. 306-nı da bölürəm 3-ə. 306-nı da 3-ə böldükdə neçə edər? Deməli, 102. 102. Doğru variantımız C variantı. 73-cü sualımız. 73-cü sualımız nədir? Ədədi ortası 37 olan 3 ədəddən biri 23, digəri 45-dir. Baxın, 3 dənə ədədim var. Birini bilmirəm. Birinə A yazıram. Üzərinə və yaxud fərqi yoxdur. Yəni, dəyişən nə yaza bilsəz yazarsınız. B yazaram, C yazaram. A yazıram. Üzərinə gəlirəm. Biri 23-dür deyir. Digəri də 45-dir. Və bunların cəmin bölürəm sayına. Neçə ədəd var? 3 ədəd deyir də. 1, 2, 3 dənə ədəd. Bölürəm 3-ə. Bərabər edirəm 37-yə. Çünki cəminin sayına bölünməsidir. Və buradan nə edirəm? 37-ni vururam 3-ə. Eləyir neçə? Deməli, 37-ni vururam 3-ə. Eləyir 111. 111-dən də çıxaram nəyi? 23 ilə 45-in cəmi. Eləyir 68. 111-dən də çıxıram 68-in. Görüm A neçədir? Bu da eləyir. Deməli, 11-dən 8-in çıxıram. 3. 43. Yəni, bu ədədi A-mız neçəymiş? A. 43. Deməli, A-mız neçəymiş? 43 imiş. Deməli, həqiqətən də 43 üzərinə 23, üzərinə 45 bölünsün 3 bərabərdir 37-yə. Yəni, ədədi ortası 37 eləyir bunların hər birinin. 74-cü sualımız belədir ki, 3 ədədin ədədi ortası 36-ya bərabər. Ədədi ortanın 41 olması üçün 4-cü ədəd neçədir? Baxın, 3 ədədin ədədi ortası 36-ya bərabər deyirsə, həmən dəqiqə 36-nı vururam 3-ə, eləyir 108. 108. Və deyək, ədədi ortanın 41 olması üçün 4-cü ədəd. Deməli, 4 ədədin ədədi ortası, bax, 41 də vururam 4-ə. Eləyir 4 birin 4, 4 4-ün 16, 164. Və 164-dən də çıxıram 108-in. Deməli, eləyir 6, neçə eləyir? 5, 5, 56. Deməli, ədədi ortanın 41 olması üçün 4-cü ədəd neçə olmalıymış? 56. Doğru variant C variantı.
Baxın, burada da qırmızı qələmlə yazmışam. 75-ci sualımız. Yasəmən 1-ci gün 59, 2-ci gün 43, 3-cü gün 87 kilometr yol getdi. Yenə ədədi ortasını tapıram. 59-un üzərinə 43, üzərinə 87 gəlib, bölürəm 3-ə. Yəni, cəminin sayına bölünməsi. 3 dənə ədədim var. Cəminin sayına bölünməsi. Bu deyilir 63. Doğru variantımız A variantı 75-də A variantı. 76-da 89 və 77 ədədlərin ədəd ortası ən böyük rəqəmli ədəddə neçə vaid kiçikdir? Deməli, 89 və 77-nin ədədi ortasını tapıram. Nə edirəm? 89-un üzərinə 77 gəlib, bölürəm 2-yə. Çünki 2 ədədin ədəd ortasını tapıram. Bu deyilir neçə? 83. 83. Deməli, 83 tapdım, bunların ədəd ortası 83. İndi bizdən nə istəyir? Deyir ki, ədəd orta ən böyük rəqəmlərdir. Ən böyük rəqəmlərdən hansı? 99. 99-dan da 83-ünü çıxıram. 83-ünü çıxıram. 9-dan 3 çıxanda 6, 9-dan 8, 16. Doğru variantım neçə vaid kiçik oldu? 16 vaid, 76-da D variantı. 77-də 4 ədədin ədədi ortası 37-yə bərabərdir. Ədədi ortanın 28-ə bərabər olması üçün bu ədədlərin neçəyə bərabər olanı silinməlidir. Deməli, nə edirəm? 4 ədədinin ədədi ortası 37-yə bərabərdir. Həmən dəqiqə 37-ni vururam. Nəyə? 4-ə. Ədədi ortadır. Çünki bölüb 4-ə 37 alıblarsa, mən 37-ni 4-ə vururam. Eləyir 148. Sonra ədədi ortanın 38-ə bərabər olmasın, bu ədəd neçəyə bərabər olan silinməlidir. Silinməlidir deyirsə, deməli onda bu 3 rəqəmli olub. 3 rəqəmli deyəndə üzr istəyirəm. Daha da 3 ədəd olubdur. Çünki deyir silinməlidir. Baxın, neçə bərabər olan silinməlidir. Deməli, onda 28 də vuraram 3-ə. Görün, bu ədəd ortası neçədir? 3, 24, 84. Və nə edirəm? 148-dən də çıxaram 84-ü. Görüm, hansı ədəd silinib? 4, 13-dən deməli 6. 64. Doğru variantım B variantı. 78-də. 78-də nə deyir? Biri digərindən 7 dəfə böyük olan 2 ədədin ədəd ortası 280-dir. Bu ədədlərin fərqi nəyə bərabərdir? Biri digərindən 7 dəfə böyük olan nə deməkdir? Biri x-dır, digəri 7x-dır. Və bunların da, belə deyim, ədəd ortası 280-dir. Yəni, 7x üzərinə x bölünsün 2 bərabər 280. Niyə 2-yə böldüm? Əvvəldə dedim. Niyə 2-yə bölürəm? Çünki 2 ədədin ədəd ortası 280-dir. Ədəd orta nə? Cəminin sayına bölünməsi. Biri x-dır, biri 7x. Deməli, 2 dənə ədədim var. Ona görə mən 2-yə bölürəm. Və burada nə edirəm? 7x üstə x gəlirəm. Eləyir 8x bərabərdir. Bərabərdir. 280-i vururam 2-yə. 2 0-ın 0. 2 8-ün 16, 6, 1, 7, 2, 2-nin 4, 1, 5. 560. X də bərabər 560-ı bölürəm 8-ə. 70. Bizdən nə istəyir? Bu ədədlərin fərqi nəyə bərabərdir? Kiçik ədədim aparıb x-in yerinə qoyuram. Kiçik ədədim 70-dir. Böyük ədədim 7, 7-nin 49. 70-i vururam 7-yə. 490. İndi bunların fərqini istəyir bizdən. Düzdürmü? 490-dan da çıxıram 70-in. Baxın. 490-dan da çıxıram 70-in. Görün, fərqi nəyə bərabərdir? 0, 2, 420. Doğru variantımız E variantı. 79-cu sualımız. Dəniz 4-cü gün topladığı imtahan balına görə Dəniz 4-cü gün topladığı imtahan balına görə orta balı 70-dən 62 bala düşdü. Dəniz sonuncu imtahanda neçə bal toplamışdır? Baxın, deyir ki, 4-cü gün topladığı imtahan balına görə 70-dən 62 bala düşdü. Deməli, 3 imtahandan. Deməli, nə edərəm? 70-i vuraram 3-ə. 4-cü gündən əvvəlki 3-cü gündür. 3 imtahandan 70-dir. 3-ü vururam 70-ə. Eləyir neçə? 210. 210. Və 4-ü də vururam. Yəni, Dəniz 4 imtahanda iştirak edib. Üzr istəyirəm. Dəniz 4 imtahanda iştirak edib. Deməli, 62-ni də vururam nəyə? 4-ə. 248. Və nə edərəm? Dəniz sonuncu imtahanda neçə bal topladı? 248-dən də çıxaram 210-un.
8, 1, 38. Deməli, Dəniz sonuncu imtahan neçə bal toplamışdır? 38 bal toplamışdır. Doğru variant B variantı. 80-ci sualımız. 5 nəfərlik bir qrupun orta balı 32, 7 nəfərlik bir qrupun orta balı 35 baldır. Bütün qrupun orta balı neçədir? Buyurun, bunu sizlər rəy bölməsində yazarsınız. Bu günlük izahatımız bu qədər. Sağ olun, salamat qalın. Kimlərsə hansı sualsa videoda başa düşməsə, yəni yazar, aydın şəkildə izah edərik.